Hamını salamlayıram. Bu video ilə avtomobilin batareyanın şarjı ilə bağlı naqillərin çəkilməsi barəsində məlumat vermək istəyərdim. Gördüyünüz kimi məndə aparat, şarj aparatı Wallbox gedir. Güyanın loqotipi ilə olan orijinal aparatdır. Və mən araşdırma aparan zamanı Çinlə məlumat əldə edəndə bildirdilər ki, tövsiyə elədilər ki, yalnız orijinal adapterlardan istifadə edin ki, gələcəkdə həm batareyaya ziyan olmasın, həm də ki, şarj slotuna ziyan vurmasın digər aparatlar. Buna görə də çəkilişlə bağlı, naqillərin çəkilməsi ilə bağlı bu aparat tələb eləyir ki, torpaqlama olsun. Torpaqlama nədir? Bəziləri fikirləşir ki, aparatlar var, hansı ki, alladır avtomobili, yəni torpaqlama olmadan məlumat verir ki, torpaqlanması var və maşın başlayır şarj olmağa. Əslində bununla siz avtomobili ya da ki, aparatı allatmırsınız, siz özünüzü alladırsınız bununla. Çünki torpaqlama olmayan yerdə avtomobil zaryadkada olarkən Allah eləməsin, Allah uzaq eləsin, dəmir hissəsinə toxunarkən sizi tok vurmaq ehtimalı çoxdur. Tok vura bilər. Sizi, ailə üzvlərinizi, uşaqları və s. Yəni belə bir problemlər baş verməsin deyən çox ucuzlu bir şeydir bu torpaqlama məsələsi. Yəni onu mütləq şəkildə eləyin. Bu deməli nədir? Torpaqlanmada gördüyünüz kimi mən 6-lıq kabellə onu götürüb çəkmişəm və sol tərəfdə onu yerə bastırmışam. Yəni o necə baş verir? 1 metrlik ştirdir. İlk öncə siz o ştirin yerini düzəldirsiniz, ştırın özü ilə. Və onu çıxardanda içinə, dibinə duz səpirsiniz ki, toku daha yaxşı keçirə bilsin də torpağa. Və o ştiri bastırırsınız torpağın içinə. Üstünə də göstərdiyim kimi 6-lıq torpaqlama naqilini bağlayırsınız. Və həmən naqil məndə gəlir. Həm məndə 2 rozetkadır burada. 32-li idi. Mən özüm bunu seçmişəm ki, daha da etibarlı olsun. Ancaq buna 16-lıq da kifayət edir. Bu gördüyünüz kimi 16-lıq. Hər iki variantı var. Yəni bura gördüyünüz kimi burada çəkilib və burada çəkilib torpaqlama. Əslində bu aparat torpaqlama olmadan çalışmır təhlükəsizliyə görə. Və məndə C40 Ceviz firmasının avtomatı istifadə olunub, yəni 40-lıq belə deyək. Və naqillər də düzdür, məndə biraz qalındır, ancaq mən tövsiyə eləyərəm ki, ya 4-lük naqillə çəkilsin, ya da ki 6-lıq. Yəni daha yaxşı olar ki 6-lıq olsun, baxmayaraq ki aparatın özü, bunun özü. Buradan çıxan kabel 2 yarımlıqdır deyilir. Ancaq yenə də yəni kabel alanda çalışın Türk istehsalı olan kabeldən istifadə edin. Orada daha dəqiq məlumat verilir ki, neçəlikdir. Və təmiz olur onlarda. Yəni 4-lükdürsə təmiz 4-lü olacaq. 6-lıqdırsa təmiz 6-lıq olacaq. Yenə də dediyim kimi, yəni tövsiyə eləyirəm, məsləhət görürəm ki, 6-lıqla çəkəsiniz. Nəyə görə? Gələcəkdə siz bu avtomobili tam elektrik avtomobilə dəyişsəz, yenidən xərcə düşməyəsiniz, yenidən xətt çəkməyəsiniz. Bir dəfəlik eləyin ki, canınız bundan qutarsın. Həm də ki, yayda qızma baş verməsin, ərimə baş verməsin, bu proseslər baş verməsin deyən keyfiyyətli və yaxşı kabellərdən istifadə edin. Yəni ən azı minimum 4-lük, amma tövsiyə edirəm 6-lıq olsun. Mən də özümdə qeyd etdiyim kimi çəkmişəm 32-lik, yəni rozetkadır və ona keçən başlıqdır. Bu aparat gələndə bunsuz gəlir. Bu kabelin özünü özüm çəkmişəm, yəni 32-lik başlığına birləşdirmişəm. 3 pinlidir bu. Bir də ki, sadə rozetka da var. Siz yəni buna uyğun da eləyə bilərsiniz ki, sadə rozetkaya taxılsın. Yəni bu da mümkündür. Çünki buradan çıxan belə deyək də, bu başlığı özünüz quraşdırıb təyin eləyə bilərsiniz. 16-lıq olsun, yoxsa 32-lik. Bu qədər.